Salam, hörmətli həmkarlar və hörmətli abituriyentlər. Bugün biz sizlərlə birlikdə növbəti üsi 6 sınağından deməli, situasiya məsələlərinin izahına baxacağıq. Belə bir məsələdə deyir ki, karbon və kükürddən ibarət olan 20 qram qarışığı oksigende tam yandırılması prosesi zamanı oksigen qazının kütləsinin zamanla asılı qrafiki verilmişdir. Deməli, bizə karbon verib, üzərinə oksigen gəlirik, karbondan oksigeni yandırırıq. Reaksiya zamanı karbon qaz əmələ gələcək. Karbon tam sərf olunub, çünki deyir ki, reaksiya tam axıra qədər gedib, amma oksigenden artıq qalıb. Deyərsiniz, hardan bildik oksigenden artıq qalıb? Çünki qrafika baxanda oksigenin kütləsi 4M-də başlayıb 3M-də bitib. Bu demək ki, oksigenin kütləsi 4M olub əvvəlcə, sonra 3M qədər qalıb. O demək ki, M qədər oksigen sərf olunubdur və 3M qədər oksigen sistemdə artıq vəziyyətdə qalıbdır. Daha sonra kükürdlə oksigenin reaksiyasını yazırıq, kükürd qaz əldə edirik. Reaksiya üçün nə qədər karbon, nə qədər kükürd götürüldüyünü bilmədiyimə görə, belə deyək ki, x mol karbon götürmüşəm, y molda kükürd götürmüşəm. Birinci reaksiya üçün x mol oksigen sərf olunacaq, x molda karbon qaz əmələ gələcək. İkinci reaksiya üçün y mol oksigen sərf olunacaq, y molda SO2 qazı əmələ gələcək. Və bizə deyir ki, karbon və kükürddən ibarət olan qarışıq cəm 20 qramdır. O zaman yazaq ki, karbonumuz x moldursa 12x qram eləyəcək, kükürdümüz y moldursa bu 32 qram eləyəcək. Bunların ikisinin kütləsi cəm bizə 20 qram verəcək. Bunu yazdıq. Deyir ki, birinci proses zamanı prosesin sonunda qaz qarışığının orta molar kütləsi 36 olmuşdur. İndi biz bilirik ki, karbon oksigende tam yanıb karbon qaz əmələ gətirəcək. Kükürd də yanıb kükürd qaz əmələ gələcək və birinci prosesin sonunda qaz qarışığı deyəndə karbon qazı, kükürd qazı və artıq qalmış oksigendən ibarət olan qaz qarışığı nəzərdə tutulur. İndi deyirsiniz ki, hardan bildik ki, belədir? Deməli, belə deyək də, çünki karbon yandı, karbon qazı yaratdı. Kükürd yandı, kükürd qaz yaratdı və birinci prosesin sonunda hələ bir qədər də oksigen artıq qalıb. Hardan bildik oksigen artıq qaldı? Qrafikdən bildik. Deməli, bu oksigen, əmələ gəlmiş karbon qazı, əmələ gəlmiş kükürd qazı sonda bizə M ortası, yəni orta molar kütləsi 36 qram bölünsün mol olan qaz qarışığı verəcək. Buradan belə bir ipucuna da rast gəlirik. Oksigen 4M ilə başlayıb 3M ilə bitibsə, deməli, reaksiya üçün M qram oksigen sərf olunubdur. Sərf olmuş oksigen də birinci reaksiya üçün x mol oksigen sərf olunub, bu 32x qramdır. İkinci reaksiya üçün y mol oksigen sərf olunub, bu 32 qramdır. Bunların ikisinin kütləsi cəmi M qram verəcək. Çünki oksigen 4M-də başladı. Baxın, istəyirsiniz buradan da görə bilərsiniz. 4M-də başladı, 3M-də bitdi. 4M-də başladı, 3M-də bitdisə, bu demək ki, oksigen M qram sərf olunub. Oksigen də 32 üstə gəlsin, 32 qədər sərf olmuşdur. Bu da M qrama bərabərdir. Hələ ki, belə yazıram. Görək sonra nə olacaq? Hələ ki, belə yazıram. Növbəti halda bizə deyir ki, son qaz qarışığının orta molar kütləsi 36-ya bərabərdir. Aha. İndi nə düşünürəm? Son qaz qarışığında 3M qram oksigen var. 3M qram oksigen gəlin görək neçə moldur. Normalda biz bilirik ki, 32 qram oksigen 1 mola uyğun gəlir. İndi burada da 3M qram oksigen artıq qalıb. Bu da son qaz qarışığındadır. Deyək ki, son qaz qarışığında Z mol oksigenim var. Bu Z mol oksigen artıq qalmış oksigendir. Qrafikdə artıq qalmış oksigen 3M qramdır. Gəlin bunu mola çevirək. 32 qram oksigenin 1 mola uyğun gəlirsə, artıq qalmış 3M qram oksigenin Z mola uyğun gəlir. Buradan Z-i tapacaq 3M bölünsün 32. Deməli, Z-imiz də bərabərdir 3M bölünsün 32-yə. Deməli, 3M bölünsün 32 də bizə oksigenin mol miqdarını verdi. İndi son qaz qarışığının orta molar kütləsi 36-dır. Gəlin onu da buradan yazaq. 36 bərabərdir. Son qaz qarışığında x mol karbon qazı var. Bu 44x qram eləyəcək. Y mol kükürt qazı var. Bu 64 qram eləyəcək. Z mol oksigen qazı var. Z mol oksigen qazı da 32 vurulsun 3M. Deməli, Z mol oksigen 32 vurulsun Z deməkdir. 32 Z-in də yerinə Z 3M bölünsün 32-dir də zaten. Belə yaza, belə 3M yaza bilərik də birbaşa. Bunu da böləcəm qaz qarışığının ümumi mol miqdarı x üstə gəl, y üstə gəlsin Z-də. Aha. İndi gəlin məsələnin davamını həll eləyək. Buradan deməli tənliyi həll eləsək biz nə görəcəyik? Deməli belə yazaq. 36 bərabərdir 44x üstə gəlinsin 64y üstə gəlinsin 3M bölünsün x, y, z. İndi mənimlər belə bir şey var burada. Yuxarıda mən bayaqlar yazmışdım ki, 32 üstə gəlsin 32y bərabərdir M-ə. Bax, yuxarıda işarə edirəm. Buna görə x ilə y-in cəmi bizə verməlidir M bölünsün 32. Hardan bildik? Çünki 32 üstə gəl 32 M-ə bərabərsə x ilə y-in cəmini tapanda x üstə gəlsin y bərabər olmalıdır M bölünsün 32. Ona görə aşağıda x üstə gəl y yeri var. Orada rahatlıqla M bölünsün 32 yaza bilərəm.
Z-imiz də zaten 3n bölünsün 32 olduğuna görə, baxın bunu burada əvəzləyə bilərik də, düzdürmü? Z-in yerinə nə yaza bilərəm? Z-in yerinə 3n, bax buradakı bu Z var ha. Bu Z-in yerinə 3n bölünsün 32 yaza bilərəm də aşağıda. Niyə də yazmayayım? Yaza bilərik, düzdürmü? Aha. İndi buradan da 3m-lə bu m-in cəmi 4m verəcək. Yuxarıda kəsirin sürət hissəsində 4m bölünsün 32 yazaq və məsələni rahat formaya gətirək. Onda məsələni həll edəndə 36-nı vuracağıq 4m bölünsün 32-yə. 36 vurulsun 4m bölünsün 32 bərabər olacaq 44x üstə gəlinsin 64y üstə gəlinsin 3m-ə. Buradan da ixtisarımızı apara bilərik. Bu 1,5m verəcək mənə. 1,5m'imiz bərabərdir 44x üstə gəlsin 64y-ə. Bax bu 3m də çıxartdım. Yəni 3m buradakı 36 vurulsun 4m bölünsün 32. Tənliyi həll edəndə nəsə özünüzdə tapa bilərsiniz. Adi bir tənlikdir. 1,5m bərabərdir 44x üstə gəlsin 64y-ə. Bundan başqa da biz bilirik ki, həmçinin m-imiz, bax buradan da görmüşdük, m-imiz 32x-dən 32y-in cəminə bərabərdir. Baxın, burada görmüşdük də onu. Aşağıda da gəlib bir dənə onu da təzədən yazaq ki, sistem tənliyə keçid edə bilək. M-imiz bərabərdir 32x üstə gəlsin 32y-ə. Belə bir sistem tənliyə keçid elədik. Bu tənliyi həll edəndə aşağıdakı tənliyin hər tərəfini 1,5-ə vurub məsələnin davamını gedə bilərik. 44x üstə gəlinsin 64y bərabərdir. Bu 1,5 deyil, aşağıdakı 1,5m'dir. Aşağıdakı m-i də 1,5-ə vurub bərabərləşdirə bilərik. Yəni 32x-dən 32y 1,5-ə vurub bərabərləşdirə bilərik buna. 48x də gəlsin 48y-ə. Aha. Buradan da gəlin tənliyi həll eləyək. Tənliyi həll eləsək 4x-imiz bərabərdir 16y-ə. Nəsə x-imiz bərabərdir 4y-ə. X-imiz 4y-ə bərabər oldu. Əla. X 4y-ə bərabərdirsə, gətirək, yerinə qoyaq. Rahatlıqla x-lə y-i əvəzləyək, hesablayaq da. X-imiz 4y-dir, əla. Gətirək, burada yerinə qoyaq. X-in yerinə 4y yazsaq, gəlin onu da istəyirsiniz başqa bir rənglə yazaq, qarışdırmayaq. Deməli, 12-ni 4-ə vuranda 48y üstə gəlsin 32y. Deməli, 12, x-imiz 4y-dir. 12-ni 4-ə vurduq, 48y üstə gəl 32y bərabərdir 20-yə. Buradan da 80y-imiz 20-yə bərabərsə, y-imiz bərabərdir 4-ə. Yəni y-imiz 0,25 moldur, x-imiz də 4y olduğuna görə x-imiz də 1 moldur. Artıq molları tapdıq. Y mol miqdarını 0,25 mol tapdıq, x-i 1 mol tapdıq. Hətta buradan m-i də hesablaya bilərik. M-imiz neçə idi müəllimlər? M-imiz də x-lə y-in cəmi m bölünsün 32 vermişdi. Baxın, burada tapmışdıq da. Bayaqları yerinə qoyub yaza bilərsiniz də. Yəni, x-imiz 1-dir, y-imiz də 0,25-dir. Cəm 1,25 bərabərdir m bölünsün 32-yə. Buradan m-imiz 32 vurulsun 1,25-dir. M-imiz 32 vurulsun 1,25. Başqa cür desək, m-imiz 40-a bərabərdir. M 40-dır, əla, bunu tapdıq. X-i tapdıq mol miqdarca 1 mol. Gəlin, onları haşiyalaq, sonra bizə lazım olar. X-imiz 1 moldur, y-imiz 0,25 moldur, m-imiz 40-dır. Hətta buradan oksigenin də mol miqdarını tapa bilərsiniz. Z də tapa bilərsiniz. Z-imiz neçə idi? 3m bölünsün 32 deyil. Baxın, burada var da, tapmışıq Z-i. 3m bölünsün 32-dir. Yəni, oksigenin mol miqdarı, sondakı mol miqdarı da tapa bilərsiniz. 3-ü vururuq 40-a, bölürük 32-yə. Bu deyilir 3,75 mol. Deməli, baxın, Z də bərabərdir 3,75 mol. Əla, hər bir şey artıq hesablandı, tapıldı. Deyir, karbon və kükürddən ibarət ilkin qarşıda karbonun kütlə payını və kükürdün mol miqdarını müəyyən et. Kükürdün mol miqdarı y-dən işarə eləmişik. Y-imiz 0,25 moldur. Aha, tez kükürdün mol miqdarını yazarsınız 0,25 mol. Daha sonra deyir ki, karbonun kütlə payını tap. İlkin qarşılığımızda x mol karbon var. X mol karbonumuz 1 moldur, yəni 12 qramdır. 12 qramı bölürəm neçəyə? 12 ilə, deməli, kükürdün kütləsi də 0,25 mol kükürt var da, 0,25-i vuraq 32-yə. Haradasa bizə verəcək 8 qram, 12 ilə 8-in cəmi. Zaten 20 qram olduğunu bilirdik də, ilkin qarşılığı 20 qramdır. Oradan da birbaşa 12-ni bölüb 20-yə, 60% olduğunu sırası tapa bilərsiniz. Yəni, heç uzun uzadı hesablama aparmayaq. 0,25 mol tapdıq, kükürdü, okey. Karbon da zaten 1 moldur, 12 qramdır. İlkin qarşılığı 20 qramsa, 12-də 20 neçə faizdir? 60%. Tez 12-ni 20-yə bölüb, deməli 100%-ə vurmaqla buradan da 60% olduğunu müəyyənləşdirə bilərsiniz. Yəni, ikinci sualda cavabı bu şəkildə cavablandırdıq. 29-da deyir ki, birinci prosesin sonunda alınmış qaz qarşılığında oksigenin mol payını tapın. Yerimiz dar olduğuna görə istəyirsiniz buradan qeyd edeyim. Yəqin ki, sizə aydın olacaq. Baxın, 29-u buradan yazıram. Oksigenin mol payını tapmaq üçün oksigenimiz 3,75 moldur. Əla. Bunu bölürəm qaz qarşılığının ümumi mol miqdarına. Qaz qarşılığı da 1 mol
karbon qazı əmələ gəlib. Çünki x mol karbon 1 mol karbondur. 1 mol karbon 1 mol karbon qazı yaradıbdır. Y mol kükürt qazı yaranıb. Bu da 0,25 moldur. 3,75 molda oksigen artıq qalıbdır. 1,25-in üzərinə 3,75 gəlsə 5 mol eləyir. İndi bu 3,75 mol artıq qalmış oksigen deməli neçə dedik biyaqları? Bir dəqiqə 1,25 üstə gəl 3,75 deyəsən 5 dedik eləmi? Hə, 5 demişik zaten. 3,75-i bölərək 5-ə vurarıq 100-ə. Bu da bizə verəcək 75%. Deməli qaz qarşıda oksigenin həcm payı və ya ki mol payı 75%-ə bərabərdir. Əla 29 da tapdıq. 30-da nə deyir? Əgər ikinci proses zamanı 5%-li natrium OH məhlulu istifadə olunursa, bu daha qəşəng maraqlı məsələdir. Mənə elə gəlir ki, bir dənə oxuyaq 30 nömrəli tapşırığı. Yəni bayaqdan düşünürdüm ki, görəsən buna aid bir məsələ, nəsə bir nüans varmı? Gəlin bir dənə kiçildək. 30-cu məsələni də buradan yazaqmı? Müəllimlər, məncə buradan yazsaq bizə aydın olar, eləmi? Buradan yazaq 30-u da. Gəlin düşünək görə 30-da nə deyir bizə? Deyir ki, əgər ikinci proses zamanı 5%-li natrium OH məhlulu istifadə olunarsa, alınan duzun kütləsini və x-i tapın. Aha, qəşəng sualdır. Və bizə burada deyirdi ki, məsələnin ikinci hissəsində alınmış qaz qarışığını x qram natrium OH məhlulundan buraxan zaman. İndi müəllimlər, siz bilirsiniz ki, natrium OH məhlulundan keçirilibsə, burada iki cürə doz əmələ gələ bilər. Biri turş duz, bir də normal duz. Əgər normal duz əmələ gəlirsə, natrium 2CO3 və natrium 2SO3, turş duz yaranarsa, natrium HCO3 və natrium HSO3 əmələ gəlməli idi. İndi gəlin görək bizə ipucu burada nə deyir? Aha, burada məncə ipucu məhlulun kütləsinin 3% artımıdır. Böyütdüm, baxdım, gözüm uzaqdan yaxşı görmür. Deməli, məhlulun kütləsi 3% artıb deyir. Məhlulun kütləsini artıran nədir? Təbii ki, burada elə bir karbon qazı və kükürt qazı natrium OH məhlulundan keçirilən zaman reaksiya daxil olub və məhlulun kütləsini artırır. İndi bizim karbon qazımız və kükürt qazımız neçə qrama bərabərdir? Gəlin baxaq. X mol, yəni 1 mol karbon qazı əmələ gəlib reaksiya zamanı. 1 mol karbon qazda 44 qram deməkdir. Bax, buradan yazdım. 0,25 molda SO2 qazı yaranıb. SO2 qazının da kütləsi SO2 64-dür. 0,25-i də 64-ə vuranda bu da bizə verəcək 16 qram. 44 ilə 16-nın cəmi 44 üstə gəl 16 60 qram eləyir. Deməli bu 60 qram mənim ilkin halda qaz qarışığım var. Hansı ki bu natrium OH məhlulundan keçirilən zaman məhlulun kütləsini 3% artırıb. Onda yazıram ki 60 qramım əgər 31, daha doğrusu 3%-ə uyğun gəlirsə, onda gəlin görə məhlulun özünün kütləsi 100% neçəyə bərabərdir? Burada məhlulun özünün kütləsinin 2000 qram olduğunu tapıram. Məhlulun 2000 qramdır və deyir ki, məhlulun 5%-dir. İndi məhlulun 2000 qramdır və 5%-dirsə, 2000-in 5%-ni tapaq. 2000-in 5%-ni tapanda 2000-i vuracam 5-ə, böləcəm 100-ə. Bunlar ixtisar gedəndən sonra 20 vurulsun 5, deməli məhlulun içində 100 qram natrium OH olduğunu tapıram. 100 qram natrium OH da neçə moldur? Natrium OH-ın mol miqdarını tapanda 100-ü bölərəm 40-a, natrium OH-ın mol miqdarını 2,5 mol olduğunu tapıram. Deməli mənim əlimdə 2,5 mol natrium OH var. Reaksiya sərf olunmuş karbon qazı və kükürt qaz isə ikisi birlikdə %25 moldur. Deyərsə, hardan bildik? Çünki 1 mol karbon qazı 0,25 molda kükürt qazı əmələ gəlib. Cəm 1,25 mol qazımız əmələ gəlibdir. 2,5 mol natrium OH 1,25 mol qazla reaksiya daxil olubdur. Deməli, burada 2-nin 1-ə nisbətində reaksiya baş verir. Mən də bayaqlar dedim ki, əgər reaksiya 2-nin 1-ə nisbətində gedərsə, qələbə ilə kükürt qazı və ya da karbon qazı fərqi yoxdur, önəmli deyil o. O zaman normal doz əmələ gəlməlidir. Amma 1-in 1-ə nisbətində getsəydi, onda turş doz əmələ gələrdi. İndi burada 2 natrium OH-a 1 karbon qazı, kükürt qazı qarşığa düşdü. İndi deyərsiniz ki, 1 hardan tapdıq? 2,5 natrium OH 1,25 molda karbon qazı, kükürt qazı ikisi birlikdə deyil. Bunları ixtisar aparanda 2-nin 1-ə nisbəti olmurmu? Təbii ki, olur. Deməli, burada normal doz əmələ gəlib. Biz burada natrium 2CO3 və baxın natrium 2CO3 və natrium 2SO3-ün əmələ gəlməsi kimi baxacağıq. İndi aydın məsələdir ki, natrium 2CO3 əmələ gələndə deməli burada 1 mol karbon qazı istifadə etdiyimizə görə 1 molda natrium 2 CO3 dozu əmələ gələcək. İndi 0,25 molda SO2 qazı, aydın məsələdir ki, 0,25 mol SO2 qazı 0,25 molda natrium 2 SO3 yaratmalıdır da, düzdürmü? Çünki 1 mol SO2 qazı heç reaksiyanı yazmağa məsəl üçün ehtiyac yoxdur. Beynimizdə düşünürük, canlandırırıq ki, SO2 qazı, çünki bizdən burada deyəsən reaksiyanı yazıb əmsallaşdırmaq tələb eləmir də, sadəcə olaraq bizə cavabı tələb eləyir. İndi yenə deyirəm, SO2 qazı 1 mol natrium 2 SO3 yaradırsa, 0,25-də 0,25 mol duz yaradacaq. Aha, indi bizə nəyi deyirdi? Əgər proses zamanı 5% natrium OH məhlulu istifadə olunarsa, alınan duzların kütləsini hesablayın. Heç nə. 1 mol natrium karbonatdan 0,25 mol natrium sulfidin kütləsini tapmağı tələb eləyir. İndi gəlin natrium karbonatın emerini hesablayaq. 46 üstə gəlinsin 12.
46-dan 12, 58 verər. Üzərinə də 48 gəlsəm 106. 1 mol natrium KCO3-ün kütləsi zaten 106 qramdır. Deməli 106 qram natrium karbonat duz əmələ gələcək yazmalıydınız. Hidrokarbonat yox, bax natrium karbonat. Onu da bildiyinizdə hardan tapdıq? 2-nin 1-ə nisbətindən. Sırtdan 125 mol natrium KCO3-ün də kütləsi 46 üstə gəl 48 üstə gəl 32. Ml 126 olmalıdır. Bunu da sırtdan 125-ə vuranda səhv eləmirəmsə, düz hesabladımsa 31,5 qramda natrium 2 SO3 maddəsi əmələ gəlməli idi. Bu situasiya çox qəşəng və maraqlı situasiyadır. Ümidvaram ki, hər bir şey sizin üçün aydın oldu. Növbəti situasiyaların da izahını inşallah çəkib YouTube səhifəmə yerləşdirəcəm. İzləsəniz, təbii ki, digər maraqlı situasiya məsələləri də izahlarını görmüş olarsınız. Uğur olsun.